Salam, hər vaxtınız xeyir olsun. Azərbaycan dilindən bir testin izahına nəzər yetirək. Deməli, həyatın ilk vidalaşmağını dünən etmişdi. Baxaq, deməli dünən yerinə yetirmişdi. Burada etmişdinin yerinə biz yerinə yetirmişdi deyə biliriksə, artıq bu etmişdi mürəkkəb feil yox, sadə feildir. Deməli, həyatın ilk vidalaşmağını isə həyatını vidalaşmağını bir yerdə olduğu cümlənin bir dənə üzvü, cümlənin tamamlığı. Nə üçün burada feili birləşmə yox, isim birləşmə ilə ifadə edilmişdir cümlənin tamamlığı? Çünki vidalaşmağı makməkdən qabaq yəlik hallı söz gələrsə, cümlədə olur artıq isim birləşmə. Baxaq indi variantından. Xəbər mürəkkəb feil ilə ifadə edildi. Nə dedik? Dedik etmişdi sözü sadə feildir, mürəkkəb feil deyil. A variantı yanlışdır. Cümlədə təyin işlənibdir. Həyatın ilk vidalaşmağını üçüncü növ təyinli söz birləşməsinin arasına nə qədər söz artırsaq da onu cümlə üzvü kimi götürmürük. Ona görə burada ilk vidalaşmaq sözü yanlışdır. C-yə baxaq. Cümlədəki tamamlıq feili birləşmə ilə ifadə edilibdir. Cümlədəki tamamlığa nə dedik? İsmi birləşmə. Üçüncü növ təyinli söz birləşmə. Çünki həyatını yəlik halda olan sözdür. Vidalaşmaq isə məstərdir. Ona görə oldu bu ismi birləşmə. Deyə baxaq, gəlik hallı söz ixtisar edilsə, yəni həyatının sözü ixtisar edilsə, tamamlığın ifadə vasitəsi dəyişər. Bəli, artıq burada ilk vidalaşmağını bir yerdə olur, feili birləşmə. Yəni ifadə vasitəmiz əvvəl isim birləşmə idi, indi olur feili birləşmə. D variantı doğrudur. Baxaq Y variantına. Zaman zərfi xəbərin tərkib hissəsidir. Burada zaman zərfi, dünən sözü xəbərin tərkib hissəsi deyil. Xəbər özü müstəqil şəkildə etmişdi, yerinə yetirmişdi sözüdür. Ona görə Y variantımız da yanlışdır. Cavabımız oldu D variantı.